Hər birinizi salamlayıram. Mən Stara Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün növbəti qəbul suallarından birini paylaşırıq. Vətən müharibəsi. Ondan əvvəl bəzi əməliyyatlar var, onlar barədə danışacağıq. Ondan sonra hərbi əməliyyatlarımız var, yenə onlar barədə danışacağıq. Ümumi vətən müharibəsindən bizə qəbula mütləq şəkildə bir sual düşəcək. Başqa hansı sualların düşdüyünü bilmək istəyirsinizsə, bizi Instagram üzərindən izləyə bilərsiniz. Instagram hesabının adını burada yerləşdirəcəm. Daxil olaraq düşən mövzular və onlardan indiyə qədər düşmüş qəbul suallarını işləyərək öz hazırlığınızı yoxlamaq imkanı əldə etmiş olacaqsınız. May ayının 24-də daxil olmaqla imtahandan bir gün əvvəl biz ümumi proqramı bitirəcəyik və bütün düşəcək mövzuları həmin o proqram üzərində görmüş olacaqsınız. Başlayaq vətən müharibəsindən. Deməli, normalda vətən müharibəsi özü 2020-ci il 27 sentyabrından 10 noyabra qədər 44 günlük müharibəni əhatə eləyir. Amma ondan əvvəl bəzi məsələlər var ki, onlar barədə danışmalıyıq. Birinci Qarabağ müharibəsinə gedib çıxsaq, düzdür, Qarabağ müharibəsini Azərbaycan müstəqilliyi dövrünün içərisində qeyd eləyəcəyik. Sadəcə burada qısa şəkildə məlumat vermək istəyirəm. Birinci Qarabağ müharibəsi 1988-1994-cü illərə əhatə edir. 1994-cü ildə Bişkek protokolu imzalanır. 94-cü il mayın 8-də və cəbhə xəttində atəşkəs elan edilir. Təbii ki, bu atəşkəsin elan edilməsində Rusiyanın rolu var. Azərbaycan və Ermənistan arasında münasibətləri tənzimləməyə xidmət edir. Yəni biz birinci Qarabağ müharibəsində Rusiyanı görürük. Çünki digər ikincidə də görəcəyik, aprel döyüşlərində də, yəni Rusiya hər birində var. Atəşkəs imzalanır. Minsk qrupunun həmsədrlər təsisatı yaradılacaq daha sonra ATƏT-in Budapeşt sammitində və bütün bunların hər biri Azərbaycanla Ermənistan arasında münaqişənin qarşısını almağa yönəlmiş proseslərdir. Amma münaqişə 30 ildən artıq davam eləyəcək və sonda bəzi proseslər var ki, gətirib onlara çıxardacaq. Onlardan biri bizə lazım olan qəbula düşə biləcək hissələrdən biri 2016-cı il aprel döyüşləridir. Aprelin 1-dən 5-nə qədər olan hadisələrə əhatə edir. Təbii ki, biz burada deyəcəyik ki, yenə müharibəni başladan ermənilərdir. Ermənilər Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açırlar və 4 günlük bir hərbi əməliyyatlar başlayır. Hərbi əməliyyatlar əsasən hansı istiqamətlərdə keçirilir? Ağdərə, Ağdam, daha sonra Füzuli və Xocavənd istiqamətlərində. Ağdərə, Ağdam burada Tərtərdə qeyd edə bilərik. Ağdərə, Ağdam, Tərtər, cənubda isə Füzuli və Xocavənd istiqamətində hərbi əməliyyatlar gedəcək. Bizə lazım olan əsas hissələrdən biri bu 2016 aprel döyüşləri nəticəsində Azərbaycan ordusunun ələ keçirdiyi 3 dənə ərazi var, odur. Onlar da hansılardır? Goranboy və Naftalanın təhlükəsizliyini təmin edən Talış yüksəkliyi aprel döyüşlərindədir. Daha sonra Füzuli istiqamətində olan Lələtəpə yüksəkliyi, bir də Cəbrayılın Cocuq Mərcanlı kəndi. Mərcanlı. Yəni, bunu yadınızda saxlayın ki, 2016 aprel döyüşlərində Füzuli və Cəbrayılda hərbi əməliyyatlar həyata keçirilib. Əldə etdiyimiz isə Talış yüksəkliyidir, Lələtəpə yüksəkliyidir, bir də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Aprel ayının 5-də hərbi əməliyyatlar bitəcək. Təbii ki, burada yenə Rusiya vasitəçilik eləyəcək və Azərbaycanla Ermənistan arasında bir atəşkəs müqaviləsi imzalanacaq. Hərbi əməliyyatlarımız bitdi. Hərbi əməliyyatlarda şücaət göstərən Azərbaycanlılara bəzi orden və medallar təltif ediləcək. 3 dənə Azərbaycanın milli qəhrəmanı adına layiq görünən şəxs var aprel döyüşlərində. Onlar qeyd eləyəcəyik. Bunlar da kimdir? Şükür Həmidovdur, Samir İmanovdur, bir də Murad Mirzəyevdir. Bunlar olacaqlar Azərbaycanın milli qəhrəmanı. Və Azərbaycan milli qəhrəmanı adının təsis edilməsi də 1992-ci il 25 mart tarixindədir. Aprel döyüşlərimiz bitdi. Aprel döyüşləri bitəndən sonra biz 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində bir günnüt əməliyyatı görürük. Ondan qeyd eləyəcəyik. Çünki bu hissələr hələ ki vətən müharibəsinə gedən yoldur və Dimin sınağında da son olaraq istifadə edilib ki, 1-ci və 2-ci Qarabağ müharibəsi arasındakı dövrdə baş verən hadisə və yaxud baş verməyən hadisə. Burada əsas biz aprel döyüşləri və günnüt əməliyyatını görəcəyik. Bir də Tovuz döyüşlərimiz var, onları qeyd eləyəcəyik. Gələk Naxçıvandakı hərbi əməliyyatımıza. Deməli, 2018-ci il may ayının 20-sindən 27-sinə qədər Naxçıvan Muxtar Respublikası ərazisində bəzi hərbi əməliyyatlar həyata keçirilir. Bu hərbi əməliyyatlar nəticəsində Şərur rayonunun Günnüt kəndi,
Azərbaycan ordusu tərəfindən azad ediləcək. Daha sonra bu hərbi əməliyyat nəticəsində İrəvan, Goruz və Laçın nədir bu? Yoluna, avtomobil yoluna nəzarət keçəcək ordumuzun nəzarətinə. Yəni günlük əməliyyatında əsas hadisələrimiz bunlardır. 2 dənə də yüksəkliyimiz var. Onları qeyd eləyəcəyik. Günlük əməliyyatı nəticəsində azad edilmiş. O da yenə Şərir rayonunun yüksəklikləridir. Deyəcəyik Qızılqaya və Ağbulaq. Bu yüksəkliklər də keçəcək ordumuzun nəzarətinə. Avtomobil yoludur, yüksəkliklərdir. Bir də ən önəmli məsələ Günnüt kəndi 2018-ci ilin mayında. Sonrakı proseslərdə 2018-ci ildə nə baş verəcək? Yəni bu hissələr qəbula düşmür, amma ümumi prosesin içərisində qeyd edirlər. Qısa şəkildə məlumat verək ki, 2018-ci ilin, yəni 2018-ci ildə Nikol Paşinyan gələcək Ermənistana baş nazir seçiləcək, sonra gedəcək Şuşada and içmə eləyəcək. Bu da həmin dövrlər üçün onu göstərir. Yəni sülh danışıqları yox, artıq biz müharibə ərəfəsindəyik, yəni müharibə astanasındayıq. Edilən bütün bu proseslər, məsələn, onun Qarabağ Azərbaycan, Qarabağ Ermənistandır deməsi, İlham Əliyevin ona Qarabağ Azərbaycandır deyə cavab verməsi. Yəni bunlar hər biri onu göstərir ki, Ermənistan tərəfdən sülh danışıqlarına elə bir ciddi addım yoxdur. Müharibə hazırlıqları gedir, müharibə başlayacaq. Bu müharibənin ən önəmli addımlarından biri də, yəni müharibənin olacağını artıq bizə siqnal verən hadisə Tovuz döyüşləridir. 2020-ci ildə iyul ayında Tovuz rayonu istiqamətində ermənilər təxribata keçirlər. Tovuz döyüşləri iyulun 12-sindən 15-nə qədər olan dövrü əhatə eləyəcək. Burada 2 nəfər Azərbaycan ordusunun general mayoru və polkovniki, general mayorumuz Polad Həşimov, polkovnik isə İlqar Mirzəyev şəhid olacaq və onlara Azərbaycan Milli Qəhrəmanı adı veriləcək. Tovuz döyüşləri dövründə Azərbaycanlılar, yəni 2020 yaxın hadisədir, prezidentdən iyulun 15-də böyük bir çıxış eləyəcəklər, yürüyüş eləyəcəklər Şəhidlər Xiyabanına və prezidentə deyəcəklər ki, qoy müharibə olsun, biz də gedək müharibədə iştirak eləyək və nəticəsində təbii ki, müharibə sentyabr ayında başlayacaq. Ümumiyyətlə Tovuz döyüşlərində burada hərbi təxribat keçirməkdə ermənilərin əsas məqsədlərindən biri o hissədən keçən 3 dənə önəmli yol var. Biri Bakı-Tbilisi-Qars dəmir yoludur, digər Bakı-Tbilisi-Ərzurum qaz xəttidir, digər isə Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Onu təhlükə altına almaq istəyirdilər, amma biz təxribatın qarşısını aldıq və problemi həll edirik. Lakin müharibə qaçınılmaz olur, müharibə başlayacaq. Nə zaman, gedişi necə olacaq, necə bitəcək, indi onlar barədə də məlumat verəcəyik. Əsasən gəldik nəyə? Vətən müharibəsi və yaxud 2-ci Qarabağ müharibəsi 2020-ci il 27 sentyabrdan, yəni 44 günlük müharibə 10 noyabra qədər davam eləyəcək. Müharibəni yenə biz qeyd eləyəcək ki, başladan ermənilərdir, Azərbaycanda qismən səfərbərlik olacaq, hərbi vəziyyət olacaq. 9-dan sonra məsələn çölə çıxmağa icazə yox idi. Var idi deyəsən, səhv eləmirəmsə, amma nəsə icazəmi alaraq çıxırdıq, avtobuslarmı işləmirdi, nəsə belə bir söhbət var idi. Sentyabrda müharibəmiz başladı. Müharibə başlayanda azad edilən ərazilər var, onlar bizə lazımdır. Hansı ərazilər azad ediləcək? 3 oktyabrda Madagiz, yəni Suqovuşan, Madagiz azad edilir, sonra adını dəyişib qoyurlar, Suqovuşan. 4 oktyabrda Cəbrayıl rayonu. Cəbrayıl azad edilən ilk rayon mərkəzidir. Rayon mərkəzi və Cəbrayılın azad edilməsi ilə Azərbaycan İranla sərhədinin böyük bir hissəsini azad etmiş olur. Tam yox, sadəcə böyük bir hissəsini işğaldan azad etmiş olacaq. Sonra ən önəmli məsələlərdən biri Cəbrayıldan sonra ordunun əsas diqqət hədəfi Hadrut istiqamətindədir. 9 oktyabrda Hadrut işğaldan azad ediləcək. Hadrutun işğaldan azad edilməsi Azərbaycan üçün Şuşa istiqamətinə gedən yolun açarıdır. Hadrut azad olur. Zaten həmin dövrdə ermənilərin mülki əhaliyə atəş açması, Azərbaycan Bərdədir, Gəncədir, Tərtərdir, buranı bombalaması istər-istəməz problemlərə səbəb olur və oktyabrın 10-da Moskvada bir görüş keçiriləcək atəşkəslə bağlı. Qısa müddətdə atəşkəs olacaq, amma atəşkəsdən sonra yenə eyni şeylər davam eləyəcəklər. 17 oktyabrda Füzuli azad olunacaq, Füzuli rayonu. Sonra 18 oktyabrda Azərbaycan müstəqilliyinin 29-cu il dönümündə, yəni 1991
18 oktyabrda biz müstəqilliyimizi bərpa eləyirik və bərpanın 29-cu il dönümündə 2020-ci il 18 oktyabrda Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı dalğalanmış olacaq. Yazaq bura bayraq. Xudafərindən sonra biz qeyd eləyəcəyik ki, 20 oktyabrda Zəngilan rayonu düşməndən azad ediləcək. 22 oktyabrda da Zəngilanın Ağbənd qəsəbəsi. Ağbənd qəsəbəsinin azad olunması ilə Azərbaycan İranla dövlət sərhədini tam bərpa edəcək. Yəni Cəbrayılda demək olar ki, böyük bir hissəsini bərpa etmişdi, amma 22 oktyabrda Zəngilanın Ağbəndinin alınması ilə biz İranla dövlət sərhədini tamamilə bərpa etmiş oluruq. Ondan sonra 24-25-də ABŞ-da bir dənə Vaşinqton görüşü var. O Vaşinqton görüşündən sonra da Azərbaycan ordusu 25 oktyabrda Qubadlını azad edəcək. Qubadlını azad edirik və əsas istiqamətimiz qalır Şuşa. Şuşa azad olunmalıdır. Onsuz da Hadrut azad ediləndən sonra Şuşaya bir yol açılıb, çığır açılıb və Azərbaycan ordusu Şuşaya hərbi əməliyyatda ağır texnika ilə girmir. Əlbəyaxa döyüş olur. Yəni burada əsasən əsgərlərimiz əlbəyaxa döyüşdən istifadə edirlər. Ağır texnika yoxdur. Böyük şicayət göstərirlər. Qırmızı Bazar yolundan keçirlər. Nəticədə 8 noyabrda, noyabr ayının 8-də Şuşa da ermənilərdən azad ediləcək. Şuşa azad edilən son rayon mərkəzidir hərbi əməliyyatlar nəticəsində. Şuşanın azad olunmasından sonra 9 noyabrda bir neçə yüksəklikli kənddir, onlar da azad edilir və nəticədə 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiyanın vasitəsilə üç tərəfli bəyanat imzalanır. Bunları siləcəm indi, üç tərəfli bəyanatdan danışacaq. Bir də müharibənin gedişində bəzi proseslər var, bunlar yadımızda qalmalıdır. Hansı ərazilər nə zaman azad edilib, hərbi əməliyyatlarla mı azad edilib, yoxsa digər 3 dənə rayonumuz var ki, onlar hərbi əməliyyatsız azad ediləcək bəyanatdan, onları da qeyd eləyəcəyik. Ümid edirəm yadımızda qalar və yaxud qeydimizi götürərik. Deməli, 10 noyabrda üç tərəfli bəyanat imzalanır. 10 noyabr 2020-də üç tərəfli bəyanat. Üç tərəfli bəyanat, yəni üç tərəf dedikdə biz Azərbaycan, Ermənistan və bizlə vasitəçilik eləyən Rusiyanın vasitəçiliyi ilə üç tərəfli bəyanatımızı imzaladıq. Üç tərəfli bəyanatda, yəni bəyanat nəticəsində hərbi əməliyyatlarsız azad olunan 3 dənə ərazimiz var. Onlardan biri 20 noyabrda Ağdam rayonudur. 25 noyabrda Kəlbəcərdir. 1 dekabrda isə Laçın. Bunlar hərbi əməliyyatlarsız. Bəzən testlərdə bizi çaşdıracaqlar ki, Laçın rayonunun azad edilməsində hərbi əməliyyat yox və yaxud 44 günlük müharibənin gedişində Laçın azad edildi ya Kəlbəcər azad edildi, yox. 44 gün dedikdə 27 sentyabrdan 10 noyabra qədər olan dövr nəzərdə tutulur. Bunlar hərbi bəyanatla, üç tərəfli bəyanatla azad edilən ərazilərimizdir. Hətta bir məsələni də qeyd eləyək ki, Kəlbəcər normalda bəyanatda qeyd edilmişdir ki, 15 noyabrda geri qaytarılmalıdır. Amma ermənilər 10 gün vaxt istəyirlər və Kəlbəcərin geri qaytarılması 10 gün gecikir. Ona görə Kəlbəcər 25 noyabrda Azərbaycana geri qaytarılacaq. Müharibə bitdi. Müharibənin gedişində deməli olduğumuz 3-4 əsas məsələ var. Onları da qeyd eləyək ki, hərbi əməliyyatımız dəmir yumruq əməliyyatıdır. Bunu bilək, müharibə başlayanda dəmir yumruq əməliyyatından adı altında keçir. Azərbaycan ordusu Turan taktikasından istifadə edir bu hərbi əməliyyatın gedişində. Sonra bir əməliyyat adı var orada. Mücrü. Qarabağ mücrüsü. Nədir Qarabağ mücrüsü? Azərbaycan ordusu yalançı hədəf kimi PUA-lardan istifadə eləyəcək, hərbi təyyarələrdən istifadə eləyəcək. Yəni bu hərbi təyyarələrdən istifadə edilməsi, yəni boşdur o hərbi təyyarənin içi. İçəridə olan şəxslər, yəni hərbiçilər müəyyən bir səviyyə qalxdıqdan sonra paraşütlə geri enirlər və həmin o yalançı təyyarə gedir ermənilərin əsas bazalarını, əsas olduqları o müdafiə qurğularını aşkara çıxardır. Ermənilər ona vuranda artıq biz bilirik ki, erməni müdafiə sistemi buradaydı. Ora gedib yaxınlaşmaq, onu məhv eləmək olar və yaxud elə özü kamikadze qismində gedir, vurmayacaqlarsa həmin o obyektə çırpılır. Bu adlanır Qarabağ mücrüsü. Bir də dedik PUA-lar. PUA-lardan bizdə hansı PUA-ları görürük müharibə dövründə? Bəlkə istifadə edirlər, çünki bir dəfə qəbula düşüb bu formada çaşdırmaq üçün. PUA-lardan bizim özümüzün PUA-mız, yəni pilotsuz uçuş aparatımız var. Zərbə
Buna yazırıq öz. Sonra Türkiyədən aldığımız var Bayraktar. Buna yazırıq Türkiyə. Bir də var Harop. Haropu da bizə İsrail təmin eləyib. Elə bunu demişkən bir də onu qeyd eləyəcək ki, müharibə dövründə Azərbaycana dəstək göstərən ölkələr hansıdır? Türkiyə var, İsrail var, Pakistan var, Əfqanistan var, Ukrayna var. Bunlar Azərbaycana müharibə dövründə dəstək göstərən dövlətlərdəndir. Hətta müharibə dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycana aid qətnamə qəbul edilmək istənilirdi. Amma bilirik ki, Azərbaycan qoşulmama hərəkatının üzvüdür. Qoşulmama hərəkatı özü yaranıb 1961-ci ildə Misir, Yugoslaviya və Hindistan bunlar birləşib yaradıblar. Biz də qoşulmama hərəkatına 2011-ci ildə üzv olmuşuq və həmin o qoşulmama hərəkatının üzvləri Azərbaycanı dəstəkləyən ölkələr BMT-də bizim əleyhimizə hər hansısa bir qətnamənin qəbul edilməsinə qarşı çıxırlar və bu hal baş tutmur. Birdən testlərdə falan yazarlar ki, güya müharibə dövründə, müharibənin gedişində BMT-də Ermənistan əleyhinə sanksiyalar falan var. Onlar da heç biri olmayıb. Yəni belə bir şeylər görsəz bilin ki, sizi çaşdırmaq istəyirlər. Müharibə bitdi. Müharibə bitəndən sonra bizim Qarabağa qayıdışımız var. İndi ondan danışacağıq ki, o qayıdışlar necə həyata keçirilib, nələr baş verib. Dekabrın 4-də bir dəqiqəlik sükut. Müharibə qurbanlarını yad etmək üçün bir dəqiqəlik sükut olur. Dekabrın 10-da hərbi parad olur. Bunlar heç. 2020-ci ilin dekabr ayında, bir dənə onu buradan yazaq. 2020-nin dekabrında şəhid ailələri və qazilər, yəni müharibədən zərər çəkən insanların həyat və şəraitini yaxşılaşdırmaq üçün Yaşad fondu yaradılacaq. Yaşad. Bunu şeylə qarışdırmayaq. 2021-ci ilin yanvarında yaradılan Qarabağ Dirçəliş fondu ilə. Çox vaxt bunların mahiyyətlərini bir-birinə qarışdırırlar. Yaşad, baxın, insana aid olan bir şeydir də. Yaşad, yəni insan yaşamı üçündür. Qarabağ dirçəliş, yəni biz burada hər hansısa bir ərazinin dirçəlməsi üçün, yəni Qarabağda mövcud infrastruktur layihələrini yaxşılaşdırmaq üçün yaradılan bir fondur. 2020-nin dekabrında Yaşad fondu, 2021-in yanvarında isə Qarabağda Dirçəliş fondu. Qarabağ Dirçəliş fondu. Sonra 2021-ci ilin yanvarında bizim bəyanatda var idi ki, Rusiya sülh məramlıları yerləşəcəklər Laçın dəhlizi boyunda. Oradakı prosesi tənzimləyəcəklər. Bir də üç tərəfli bəyanatda var idi ki, Azərbaycanda, yəni Ağdam rayonunda Rus-Türk birgə monitorinq mərkəzi fəaliyyətə başlayacaq. 2021-ci ilin yanvarında ilə Ağdam rayonu ərazisində Rus-Türk birgə monitorinq mərkəzi fəaliyyətə başlayır. Sonra 2021-ci ilin fevral ayında işğaldan azad olunmuş ərazilərdə ilk infrastruktur layihəsi həyata keçirilir. Bu, Laçında Güləbird su elektrik stansiyasıdır. Güləbird su elektrik stansiyası. İşğaldan azad olunmuş ərazilərdə ilk infrastruktur layihəsi. İlk infrastruktur yazaq bura. Sonra 2021-ci ilin aprel ayında Hərbi Qənimətlər Parkı, 2021-ci ilin elə burada yazaq may ayında Nobel prospektinin adı dəyişilir, olur 8 noyabr prospekti. Bunu yazaq. Sonra 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanır. Şuşa bəyannaməsi. Bu Şuşa bəyannaməsi bizim 1921-ci ildə Qars müqaviləsi olsun, 1994 və 2010-cu illərdə Türkiyənin Azərbaycan arasında imzalanan dostluq və əməkdaşlıq müqavilələrinin bir davamı kimi əsasən Zəngəzur dəhlizi məsələsini həll edəcək. 2021-ci ilin iyunundadır. Sonra 2021-ci ilin iyul ayında İqtisadi rayon bölgüsü olur. 2 dənə iqtisadi rayonumuz var. Bir, Qarabağ iqtisadi rayonu, bir də Şərqi Zəngəzur iqtisadi rayonu. Şərqi Zəngəzur iqtisadi rayonuna hansılar aiddir? Laçın, Qubadlı, Zəngilan, Füzuli. Bunlar aiddirlər Füzuli. Şərqi Zəngəzur iqtisadi rayonuna. Qarabağ iqtisadi rayonuna, yox, Füzuli yox, Füzulini silək.
Füzuli yox. Füzuli Qarabağ iqtisadi rayonunda olacaq. İndi onları qeyd eləyək. Qarabağ iqtisadi rayonunda hansı ərazilərimiz var? Xankəndi, Xocalı, Xocavənd, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Füzuli. Şərqi Zəngəzur iqtisadi rayonunda Laçındır, Qubadlıdır, Zəngilandır, bir də Kəlbəcərdir. Kəlbəcər. Bu 4 dənə buradadır, digərləri də buradadır. İnanmıram nəsə bundan bir sual düşərlər. Məncə əzbərləməyə ehtiyac yoxdur, mənə elə gəlir. Amma hər ehtimala qarşı öyrənib yadınızda saxlaya bilərsiniz. Sonra 2021-ci ilin sentyabr ayında, sentyabrın 27-sində, yəni Azərbaycanda ilk anım günü keçiriləcək. Müharibənin başlanması ilə əlaqədar. Sonra Vətən müharibəsi memorial kompleksidir, Zəfər muzeyidir. Bunların təməli qoyulacaq. 2021-ci ilin oktyabrında Qarabağın hava qapısı olan Füzulidə hava limanı istifadəyə veriləcək. Erdoğan gələcək, burada açılışda iştirak eləyəcək. 2021-ci ilin oktyabr ayında hava limanı. Bir də 2021-ci ilin noyabr ayında Şuşa ilə Füzuli arasında bir zəfər yolu var. Bu oldu bizim zəfər yolu. Bu oldu bizim 2021-ci ildə həyata keçirilən tədbirlərimiz. Sonra 2022-ci ildə biz Qarabağa qayıdış planını hazırlamışıq. 2022-2026-cı illərə əhatə edir. Bu böyük qayıdış deyirlər. Bu plana əsasən nə zaman haralara qayıtmışıq, onları qeyd edəcəm indi. Bunları silək. Deməli, görək nə zaman haralara qayıtdıq. Yazaq böyük qayıdış. Böyük qayıdış. Qayıtdıq 2022-də ilk olaraq Zəngilanın Ağalı kəndinə. Ağalı kəndi. Zəngilanın Ağalı kəndi özdə işğaldan azad olunmuş ərazilərdə ilk ağıllı kənd layihəsidir. Ağıllı kənd. Sonra 2022-ci ildə, elə 2022-nin oktyabrında bu dəfə də Zəngilanda hava limanı açılır. Zəngilan 2021-in oktyabrında Füzulidə idi. 2022-nin oktyabrında da Zəngilanda hava limanı açılır. Burada da yenə Erdoğan gəlib iştirak edir açılmasında bu yolun. 2022-ci il ümumiyyətlə Azərbaycanda Şuşa ili elan edilib. Şuşa ilində biz Şuşada nə edirik? Gedirik Cıdır meydanında Vaqifin poeziya günlərini keçirdirik. Daha sonra muğam müsabiqəsinin final mərhələsi avqust ayında orada Şuşada keçiriləcək. Sonra 2022-ci ilə aid nə deyə bilərik? Bu hava limanı məsələsindən onu deyəcəydim ki, Füzulidə hava limanı açıldı, Zəngilanda hava limanı açıldı, Laçında da hava limanının tikintisi hələ ki gedir. Laçındakı hava limanını açmayıblar. Bir dənə buranın Laçını da yazaq ki, Laçında da aeroport açılacaq. Qalsın burada. Amma 1-ci Qarabağ müharibəsində Azərbaycan ərazisində yalnız Xocalıda aeroport var idi. Başqa heç birində yox idi Xocalıda. İndi dedik ki, burada həm Füzulidə açdılar, həm Zəngilanda açdılar, Laçında da inşası davam elətdirilir. Sonra gəlsək 2023-cü ilə. 2023-cü ildə artıq biz 2 dənə əlavə rayonumuza qayıdırıq. Bu rayonlar hansıdır? 2023-cü ilin, yəni bu bilsiz necədir? Mən burada deyəcəm ki, biz 2023-cü ildə Füzuli rayonuna qayıtdıq, ya Laçın rayonuna qayıtdıq. Bu sizdə çaşqınlıq yaratmasın ki, zaten Füzulinin axı bir hissəsi bizdə idi. Söhbət burada rayon mərkəzindən gedir. Rayon mərkəzindən. Ki 2023-cü ildə Laçına ilk ailələr köçürüləcək rayon mərkəzinə. Eyni şəkildə 2023-cü ildə Füzuli rayonunun mərkəzinə də ilk ailələr köçürüləcəklər. Laçın dəhlizində 2024-cü ilin iyununda artıq Rus sülh məramları çıxıb gedəcəklər, təhvil verəcəklər Azərbaycana. Sonra nə qeyd eləyək? Bunları qeyd elədik. Qaldı bizdə orada nə? Qisas əməliyyatı, bir də antiterror əməliyyatıdır. Onları da qeyd eləyib mövzumuzu yekunlaşdıracağıq. Qisas əməliyyatı olacaq 2022-ci ilin, yazaq bu, qisas. Qisas əməliyyatı 2022-ci ilin avqustundadır. Qisas əməliyyatı nəticəsində Azərbaycan ordusu 2 dənə yüksəklik ələ keçirir. Qırxqız və Sarı Baba.
Bunları yadınızda saxlayın. Qısas əməliyyatı 2022-nin avqustunda. Bunun Vətən müharibəsinə bir aidiyyatı yoxdur. Yəni 44 günlük müharibəyə aidiyyatı yoxdur. Qırxqızla Sarıbaba. Sonra 2023-cü ilin sentyabrın 19-una və 23-nə qədər olan hissədə isə lokal antiterror əməliyyatı. Terror əməliyyatı. Bunu yaxşı yadınızda saxlayın. 2023-cü il 19-23 sentyabr. Niyə həyata keçirilir antiterror qisas? Yəni hər birində yenə ermənilər müəyyən bir fəallaşma ediblər cəbhə xətti boyunda, atəşkəs pozublar, mövqelərimizi atəşə tutublar. Biz də məcbur olmuşuq ki, onlara cavab atəşi açaq. Antiterror əməliyyatlarının nəticəsindən bizə nə lazımdır? Dağlıq Qarabağdakı muxtar rejim tamamilə getdi. Yəni Dağlıq Qarabağın muxtar status anlayışı artıq yoxdur. Azərbaycan Dağlıq Qarabağ bölgəsində öz suveren hüquqlarını tam olaraq bərpa edir. Qarabağ artıq qayıtdı. Lokal antiterror əməliyyatları nəticəsində Xocavənd, Xocalı, Xankəndi, Ağdərə və Əsgəran artıq tamamilə qaytarılır Azərbaycana. Lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan keçmiş SSR-dən ayrılan dövlətlər içərisində ilk dövlət olur ki, öz suveren ərazilərini tamamilə həll edir və ərazisində milli münaqişə ocağına son qoyur. Bunlar həll olunandan sonra oktyabr ayının 1-də BMT işğaldan azad edilmiş həmin bu ərazilərə, əsasən Xankəndi, Xocavənd bu ərazilərə səfər edir. Oktyabrın 14-də biz daxil oluruq Xankəndiyə. Xankəndində artıq Azərbaycan bayrağı, oktyabrın 14-15-də Xankəndində Azərbaycan bayrağı dalğalanmağa başlayacaq. Bu da oldu bizim lokal antiterror əməliyyatlarımız. Necə sual düşə bilər bizə buradan? Birinci Qarabağ müharibəsi ilə ikinci Qarabağ müharibəsinin oxşar və fərqli cəhətləri gələ bilər. Daha sonra ikinci Qarabağ müharibəsinin sırf özünə aid uyğunluq gözlənilmişdir və yaxud səbəb-nəticə sualı gələ bilər. Sonra yazar ki, ikinci Qarabağ müharibəsinə aiddir, gətirər içərisində qisasdan hərbi əməliyyatlar verər, antiterrordan hərbi əməliyyatlar verər, aprel döyüşlərindən hərbi əməliyyatlar verər. Biz gedib orada 44 günlük müharibəyə aid olanı seçməli olarıq. Bir də Dimin son, yəni mart ayında keçirdiyi sınaqda saldığı sual kimi ki, yazıb birinci və ikinci Qarabağ müharibəsi dövründə, yəni dövründə deyəndə ki, birinci, ikinci Qarabağ müharibəsi arasında baş verən hadisə, oradan götürə bilərik aprel döyüşlərində baş verən hadisələri, bir də Naxçıvanda Günnüt əməliyyatın eyni şəkildə bizim doğru cavabımız ola bilər. İndi axşam yenə Instagram hesabında indiyə qədər Qarabağ müharibəsindən düşən sualları qəbulda, yəni hansı suallar düşübsə, onları paylaşacağım, işləyərsiniz. Yəqin ki, onlara uyğun da, yəni oxşar və yaxud fərqli bir tipdə sual gələcək bizə. Bu il amma mütləq şəkildə bu müharibədən sualımız var. Belə, izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarda görüşənə qədər hələlik.